Abşeron rayonu Masazır qəsəbəsindəki mağazalardan oğurluq edən dəstə yaxalanıb. Belə ki, 3 tanış yoldan keçərkən oğurluq etmək qərarına gəliblər və nəticədə mağazalara daxil olaraq öz niyyətlərini həyata keçiriblər. Oğurluqda təqsirli bilinən dəstə üzvləri 25 yaşlı Mahir Rızayev, 35 yaşlı Sərdar Talıbov və 36 yaşlı Samir Kərimov polisin keçirdiyi əməliyyat axtarış tədbirləri ilə saxlanılıblar. Saxlanılan şəxslərin üzərinə baxış keçirilən zaman narkotik vasitə də aşkar olunaraq götürülüb. Abşeron rayonu Masazır qəsəbəsində icarə işlətdiyi ərzaq mağazasının pəncərəsinin dəmir barmaqlığını sındırmaqla qanunsuz içəri daxil olub, mağazadan 3145 manat dəyərində müxtəlif növ ərzaq mallarını oğurlamışlar. Həmin şəxslər tutularkən onların hər üçün üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Masazırdan dükana girmişik. Sigaret getirmişik, reproduk edilmişik. Pahamışıq, satmışıq. Harada qarsanız? Zoratda. Nə qədər kullansanız? 200 mi? 220 mi? Üçümüz bir yerdə olmuşuq, girmişik, getirmişik sigaret zadı. Bəli, oradan 220 pul tutmuşuq, 3 nəfərə. Pulda bölünü bayamızı qutarıyıb. İstintaq ifadələri zamanı saxlanılan şəxslər hadisəni spirtli içkinin təsiri altında olaraq törədib sonradan peşmançılıq çəkdiklərini bildirsələr də, lakin bu onların birinci məhkumluğu olmayacaq. İçkili olmuşdu, bilməmişdik də, biz səhv eləmişik. Başqa səhvimizi başa düşürük. Yəqin ki, bundan sonra belə bir şey olmasın. Dostların tanışı olan Samir Kərimov isə baş verən oğurluq faktında yalnız sürücü qismində çıxış etdiyini bildirsə də, lakin onun bu ifadəsi istintaqın gedişi zamanı araşdırılıb, hüquqi qiymətini tapacaq. Ola aparmışam evlərinə, özüm gelmişəm, Kubinka adlı qəsəbiyə 10 manat vermişəm, tanımadığım şəxsdən bir balaca püküm, bir bırılmalı. Heroin adlı narkotik alıb qəbul eləmi istəyərkən məni polis işçiləri yaxaladı. Faktla bağlı cinayət iş açılıb, saxlanılan oğru dəstənin digər oğurluqlarda da əlinin olub olmaması araşdırılır.